Qida Təhlükəsizliyi Agentliyi Şadlıq Sarayında camış ətinin qonaqlara verilməsi faktını aşkarlayıb. Camış ətində heç bir təhlükə yoxdur. Ancaq sahibkar menyuda dana əti adı ilə qonaqlara camış əti təqdim edib. Bəs bu ətlər Şadlıq Sarayına hardan gətirilir? Əməkdaşımız Rəşad Vəkiloğlu başqa bir faktın da üstünü açıb. Elə bərabər Rəşad Vəkiloğlu'nun araşdırmasını izləyək. Siz vətəndaşlara camış əti verməmisiniz? Xeyr. Menüsündə mal, toyuq, balıq əti yazılıb. Lakin laborator yoxlama zamanı bu ətlərin içərisində camış ətinin verildiyi müəyyən edilib. Öz müştərilərini aldadaraq onlara mal əti adı ilə camış ətini yedizdirən növbəti məkan Xətai rayonunda fəaliyyət göstərən Ramin Nur Şadlıq Sarayıdır. Yenə də qonaqlara menyuda məl və quzu əti təqdim edilib. Lakin akta tərəfindən aparılan yoxlama zamanı həmən mal və quzu ətinin içərisində camış ətinin verildiyi də müəyyən edilib. Eyni zamanda Şadlıq Sarayının rəhbərliyi təqdim olunan ətlərin içərisində Hindistan istehsalı olan ətlərin olduğunu özü də etiraf edir. Şadlıq Sarayının icarədarı Firdovsi Quliyev deyir ki, menyuda təqdim olunan ətlərə həm yerli istehsal, həm də Hindistandan ölkəmizə tədarik olunan dondurulmuş ətlər daxildir. Bildirir ki, bundan agentlik əməkdaşlarının da xəbəri var idi. Çünki yoxlama zamanı istifadə etdiyi ətlərin baytarlıq araçları təqdim olunub. Yazılıb burada Siz aldığınız ətin mənşəyini bilmirsiniz. Mən mənşəyini bilirəm, sən də oxuyursan. Sertifikatı sizə təqdim eləyirəm ki, bu onun sertifikatıdır. Yəni Hindistan məhsuludur. Siz niyə oxudunuz? Hindistan. Oxudun deməli Hindistan oxudun sən. Mən demirəm ki, nədir. Özün oxuyursan, özün də deyirsən. Oxudun buradadır. Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda Şadlıq Sarayında aşkarlanan camış ətinin Hindistandan ölkəmizə idxal olunan məhsulda müəyyən edildiyi bildirilib. 16-sı analizə göndərdiyim dana ətidir. Bax, bu dananın ətidir. Sahibkarı məclisə təqdim etdiyi Hindistan mənşəli ətlərin içərisində camış ətinin olmadığını iddia edir. Mən bunu almışam filan yerdən deyirəm, Baxalı Denikdən almışam. Bu da qidanın... Bilirdiniz ki, o Hindistan əti olduğunu? Qidanın sertifikatı var. Camış əti verilmir. Camışda belə tək camış yazılmır. Hamısı malqaradır. Yox. Onlar deyir göstərməlisən menyuda. Menyuda da yazılıbdır. Camış əti yazmısınız mı? Xeyr. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşahidə edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Qida Təhlükəsizliyi Agentliyi yoxlama zamanı tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyini də aşkar edib. Tərkibi sertifikatı olan sok sudur, sertifikatı var. Onlar qidadan sertifikat veriblər. Mən də sertifikata əsasını götürüb istifadə edirəm. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İcrası məcburi göstərişlər verilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə paytaxtda fəaliyyət göstərən Şadlıq sarayları və iaşə obyektlərində bu kimi yoxlama və reydlər mütəmadi davam etdiriləcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.